Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlərimiz. Bugün mən sizə möhtəşəm bir izahla gəlmişəm və əminəm ki, bu video izahdan sonra taksonomiya mövzusunda olan çətinlikləriniz aradan qalxacaq və eyni zamanda kitabı oxumağa ehtiyac qalmayacaq. Və mənimlə hazırlaşan müəllimlərimiz və müdavimlərimiz bilir ki, biz dərsi dərsdə öyrənirik. Ona görə də yaxın əyləşin, qeydlərinizi götürməyi unutmayın. Və onu da deyim ki, bizim qruplarımız, yeni açılan qruplarımız ki var, qeydiyyat davam edir və qruplarımıza qoşulmaq istəyən müəllimlərimiz ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli müəllimlər, biz bugün öyrənəcəyik taksonomiya mövzusunu. Taksonomiya nə deməkdir? Taksonomiya sadədən mürəkkəbə doğru gedən bir prosesdir. Sadədən mürəkkəbə doğru. Və bunun növləri var. İdrak taksonomiyası, emosional taksonomiya və psixomotor taksonomiyası. Biz bunu mərhələli şəkildə öyrənəcəyik, yəni bir-bir öyrənəcəyik. Amma mən sizə qısa, yığcam, eyni zamanda xırdalıqları ilə, dərinlikləri ilə izah edəcəm bunları. Bunu ancaq hər üç növünü də, yəni taksonomiyanın hər üç növünü də bir video izahda öyrənmiş olacaqsınız. Deməli müəllimlər, idraki sahədən başlayaq, yəni idrak taksonomiyasından başlayaq. Görək idrak taksonomiyası nədir? İdraki sahə, buna idrak taksonomiyası da deyə bilərsiniz, idraki fəaliyyət də deyə bilərsiniz. Yəni bu nədir? İdrak taksonomiyası təfəkkürlə, zehinlə bağlı olan bir fəaliyyətdir. Yadda saxlamaq lazımdır ki, idraki sahəni yalnız açar sözlərlə öyrənmək olmaz. Çox zaman verilən açar söz bir neçə mərhələyə uyğun gəlir. Əsas olan məzmundur. Öncə verilən situasiyanı diqqətlə oxuyub, məzmunu dərk etmək lazımdır. Yəni, verilən situasiyanı diqqətlə oxumalıyıq, dərk eləməliyik, ondan sonra mərhələlərini tapmalıyıq. Yəni, bir açar sözlə öyrənsək ki, məsəl üçün, müəyyənləşdirmək, anlamağın açar sözüdür və yaxud da təhlil etməyin açar sözüdür, xeyr. Siz bunlarla öyrənsəniz, yəni belə açar sözlərlə öyrənsəniz, sizin üçün çox çətin olacaq tapmaq və həmin o test səhv çıxma ehtimalı yüksək olacaq. Ona görə də birinci məzmuna baxırsınız, məzmunu dərk elədikdən sonra mərhələləri tapmış olacaqsınız. Deməli, idraki sahənin, yəni idrak taksonomiyasının hansı mərhələləri var? Birinci mərhələ xatırlamaq mərhələsi, ikinci anlamaq mərhələsi, üçüncü təhlil etmək, dördüncü tətbiq etmək, beşinci dəyərləndirmək, altıncı isə yaratmaq mərhələsi hesab olunur. Və qeyd edim ki, idraki sahənin, yəni idrak taksonomiyasının verilən səviyyələrinin üçü, yəni anlamaq, yadda saxlamaq, yəni xatırlamaq, anlamaq və təhlil etmək. Bunlar aşağı təfəkkür səviyyələrinə uyğundur. Deməli, aşağı təfəkkür səviyyələrinə uyğun səviyyələr, mərhələlər hansılardır? Yadda saxlamaq, anlamaq və təhlil etmək. Eyni zamanda yuxarı təfəkkür səviyyələrinə uyğun gələn səviyyələr hansılardır? Yuxarı təfəkkür səviyyələrinə uyğun gələn mərhələlər tətbiq etmək, dəyərləndirmək və yaratmaq mərhələsi olmuş olacaq. Yadda saxlamaq, yəni xatırlamaq mərhələsi nədən ibarətdir? Xatırlamaq bu mərhələ faktoloji biliyə uyğun gəlir. Faktoloji bilik nə idi müəllimlər? Faktlara əsaslanan bilik. Yəni, faktlara, məsəl üçün, hər hansısa bir, deyək ki, var olan, mövcud olan, dərslikdə, kitabda, hər hansısa bir qaydada olan bir fikirlərdir. Faktla əsaslanan bir fikirlərdir. Sadəcə onu yadımıza salırıq, xatırlayıb cavabını verəcəyik. Yadımıza düşməsə, yəni xatırlamasaq, bilməsək, onun cavabını verə bilməyəcəyik. Məsələn, belə bir sual verirəm sizə. Azərbaycan Respublikası neçənci ildə müstəqillik əldə edib? Baxın, bu xatırlamaq mərhələsinə aid olmuş bir sualdır. Və yaxud da ismin neçə halı var? Bu, xatırlamaq mərhələsinə aid olan bir sualdır. Çünki faktlara əsaslanır. Dəqiq, konkret cavab istəyir. Bunu şagird bilirsə cavab verəcək. Bilmirsə cavab verə bilməyəcək. Çünki bu faktoloji biliklə bağlıdır. Və yaddaşa əsaslanan mərhələdir. Sadalamaq, sıralamaq, fakta əsasən cavab vermək, tərifini söyləmək, açar sözləri bu mərhələyə uyğun gəlir. Sonra gəlir anlamaq mərhələsi. Müqayisə etmək, ümumiləşdirmək, nümunələr göstərmək, qruplaşdırmaq, izah etmək üçün öncə biz anlamalıyıq. Bəli, biz müqayisə etmək üçün, oxşar və fərqli cəhətləri tapmaq üçün, ümumiləşdirmək üçün, qruplaşdırmaq üçün, izah etmək üçün öncə biz anlamalıyıq,
Oxuduğumuzu dərk etməliyik, sonra cavab verməliyik, düzdürmü? Sonra bu prosesləri yerinə yetirməliyik. Deməli, anlamaq mərhələsinə aid açar sözlərimiz bunlar olacaq. Eyni zamanda anlamaq mərhələsi konseptual biliyə uyğundur. Konseptual bilik nədir? Yeni bilikdir. Konseptual bilik deməli biliklərini əlaqələndirərək, mövcud bilikləri əlaqələndirərək yeni bilik əldə olunur və nəticədə biz anlamaq mərhələsində olmuş oluruq. Məsəl üçün deyək ki, nitq hissələrinin əsas nitq hissələri ilə köməkçi nitq hissələrini müqayisə etmək, oxşar və fərqli cəhətlərini tapmaq, nitq hissələrini ümumiləşdirmək, qruplaşdırmaq və yaxud da izah etmək, bunların hər biri anlamaq mərhələsini tələb edir. Anlamaq mərhələsində biz deməli öncə verilən sualı, verilən situasiyasını anlamalıyıq, sonra cavab verməliyik. Deməli, konseptual biliyə uyğun gəlir və eyni zamanda nələrə diqqət yetirmək lazımdır. Baxın, müəllimlər, müəyyənləşdirmək sözünü siz həm deməli anlamaqda, həm təhlil etməkdə, həm də deməli dəyərləndirməkdə görmüş olacaqsınız. Bu bir müəyyənləşdirmək sözüdür, bir də əsaslandırmaq sözüdür. Yəni əsaslandırmağı bir təhlil etməkdə görəcəksiniz, bir də dəyərləndirməkdə. İndi o hissəyə gələndə deyəcəm. Deməli, müəyyənləşdirmək nə zaman anlamaq olur, nə zaman təhlil etmək olur, nə zaman dəyərləndirmək mərhələsi olmuş olur. Əgər biz mətni oxuyub tərkib hissələrini müəyyənləşdiririksə, bu anlamaq mərhələsidir. Öncə tərkib hissələri nədir? Tərkib hissələri deyəndə biz mətnin hansı hissələrinə baxmalıyıq, bunu anlamalıyıq, dərk etməliyik, sonra müəyyənləşdirməliyik. Ona görə biz bunu anlamaq mərhələsi götürürük. İkinci, anlamaq, daha doğrusu müəyyənləşdirmək sözü təhlil etmək mərhələsinə də uyğundur. Əsəri oxuyub müəllifin mövqeyini müəyyənləşdiririksə, bu təhlil etmək mərhələsidir. Məsələn, şagird verilən əsəri oxuyub, əsərdə müəllifin mövqeyini müəyyənləşdirir. Bu zaman burada da müəyyənləşdirib sözünü görüb anlamaq mərhələsi demək olmaz. Çünki şagird burada əsəri təhlil edəcək. Müəllifin mövqeyinə əsasən əsəri təhlil edəcək. Bu mərhələ olacaq, yəni bu situasiya olacaq təhlil etmək mərhələsi. Sonra gəlir dəyərləndirmək mərhələsi. Əsərə və ya bir fikrə öz münasibətini bildirib, öz mövqeyini müəyyənləşdirməkdir. Əsərə və yaxud da bir fikrə öz münasibətini bildirmək, öz fikrindən çıxış etmək, öz mövqeyini müəyyənləşdirmək, bu dəyərləndirmək mərhələsi olmuş olacaq. Sonra gəlir təhlil etmək mərhələsi. Təhlil etmək mərhələsi dərindən analiz edib təhlil etmək deməkdir. Bu mərhələ, deməli bu üç mərhələ ki var, yəni anlamaq, yadda saxlamaq və təhlil etmək. Sırayla desək, xatırlamaq, anlamaq və təhlil etmək mərhələsi aşağı təfəkkür səviyyəsinə uyğundur. Deməli, təhlil etmək mərhələsində dərindən analiz edib təhlil etmək gərəkdirir. Yəni, şagird əsəri oxuyursa, əsərin ideyasını müəyyənləşdirirsə, əsərdə olan faktları, problemi müəyyənləşdirirsə, bu zaman təhlil etmək mərhələsi olmuş olacaq. Və onu da qeyd edim ki, əsaslandırmaq açar sözü, əsaslandırmaq sözü təhlil etmək mərhələsində də var, dəyərləndirmək mərhələsində də var. Əgər faktlara əsaslanıb nə isə əsaslandırırıqsa, faktlara görə əsaslandırırıqsa, bu olacaq təhlil etmək mərhələsi. Baxın, müəllimlər, bir daha qeyd edirəm, siz də öz qeydlərinizi götürün. Əgər biz faktlara görə əsaslandırırıqsa, var olan bir faktlara görə, nə bilim, konstitusiyada, kitabda, qaydada, buna əsasən, buradakı faktlara əsasən nə isə əsaslandırırıqsa, bu olacaq təhlil etmək mərhələsi. Yox, əgər öz fikrimizə, öz mülahizəmizdən çıxış edib, öz mövqeyimizdən çıxış edib əsaslandırırıqsa, olacaq dəyərləndirmək mərhələsi. Sonra gəlir tətbiq etmək mərhələsi. Tətbiq etmək mərhələsi idrak taksonomiyasının 4-cü mərhələsidir. Burada həyata keçirmək, icra etmək, hesablamaq, həll etmək, bir tətbiq var, müəllimlər, bir tətbiq var. Və burada var olan bir şeyə baxaraq hazırlamaq var burada. Var olan bir şeyə baxaraq hazırlamaq. Məsələn, Qız qalasına baxaraq maket hazırlayır.
Fikir versiniz, qız qalası var, mövcuddur. Ona baxaraq maket hazırlayırsa, bu olacaq tətbiq etmək mərhələsi. Yaratmaq mərhələsini nə zaman götürəcəksiniz? Olmayan bir şeyi yaratmaqdır. Yoxdan bir şey yaratmaqdır. Tətbiq etmək vardan bir şey yaratmaqdır. Var olan bir şeydən yaratmaq. Yaratmaq mərhələsi isə yaratmaq mərhələsi olmayan bir şeydən yoxdan var eləməkdir. Aydındırmı? Yoxdan var eləməkdir. Öz istedadını, öz bacarığını ortaya qoymaq deməkdir. Yaradıcılıq. Yaratmaq mərhələsi yəni. Və var olan bir şeyə baxaraq nə isə hazırlayırıqsa, məsələn, qız qalasına baxaraq onun maketini hazırlayırıqsa, bu olacaq tətbiq etmək mərhələsi. Yox, əgər olmayan bir şeydən, yox olan, yəni mövcud olmayan bir şeydən mövcud deyilsə əgər, yəni bizim hazırladığımız bir şey, nə isə baxaraq hazırlamamışıqsa, nə isə kopyasını çəkməmişiksə, kopyasını yaratmamışıqsa, ümumiyyətlə yoxdan var eləmişiksə, bu yaratmaq mərhələsi olmuş olacaq. Yeni bir şey hazırlayırıqsa, yaradıcı təfəkkür sayılır. Baxın, burada da qeyd etmişəm. Bunu ekran görüntüsü də alıb saxlaya bilərsiniz. 5-ci mərhələ gəlir dəyərləndirmək mərhələsi. Əsaslandırmaq, öz mövqeyindən çıxış edib öz fikirlərini söyləmək, qiymətləndirmək, arqumentlər gətirmək, dəyərləndirmək, müzakirə, debat, bunların hər biri dəyərləndirmək mərhələsinə aid olmuş olacaq. Baxın müəllimlər, burada əsaslandırmaq sözü var. Əsaslandırmağı dedim ki, bir təhlil mərhələsində görəcəksiniz, bir də dəyərləndirmək mərhələsində görəcəksiniz. Təhlil mərhələsində belədir ki, fakta əsaslanaraq, fakta görə nə isə əsaslandırırıqsa, bu təhlil etmək mərhələsidir. Məsələn, konstitusiyaya əsasən, kitaba əsasən, məqaləyə əsasən, qaydaya əsasən, nə isə olan bir faktlara əsasən əsaslandırırıqsa, bu zaman olacaq təhlil etmək mərhələsi. Öz mövqeyimdən çıxış edib əsaslandırıramsa, öz fikir mülahizəmdən irəli gəlib əsaslandırıramsa, bu dəyərləndirmək mərhələsi olmuş olacaq. Sonra gəlir tənqidi təfəkkürlə. Baxın müəllimlər, dəyərləndirmək mərhələsi tənqidi təfəkkürlə uyğundur. 6-cı mərhələ gəlir yaratmaq mərhələsi. Yeni bir şey yaratmaq, mövcud olmayan yeniliklər etmək, layihə, təqdimat, əsər, şeir yazmaq, musiqi bəstələmək və s. Yəni müəllimlər, var olmayan bir şeydən yaratmaq. Yəni yoxdan var eləməkdir. Aydındırmı? Yoxdan var eləmək yaratmaq mərhələsidir. Ancaq var olan bir şeyə baxıb yaradıramsa, var olan, mövcud olan bir şeydən yaradıramsa, bu tətbiq etmək mərhələsi olmuş olacaq. Bunu da unutmuruq. Yaratmaq mərhələsi yaradıcı təfəkkürə uyğun gəlir. Bu üç mərhələ, yəni tətbiq etmək, dəyərləndirmək və yaratmaq mərhələləri yuxarı təfəkkür səviyyəsinə uyğundur. Sonra gəlir ikinci bir mərhələ, taksonomiyanın ikinci növü, affektiv, yəni emosional taksonomiya. Buna emosional sahə, emosional fəaliyyət də deyilir. Müəllimlər, emosional nə deməkdir? Emosional hisslərimiz, duyğularımızla bağlı olan fəaliyyətlərdir. Deməli, emosional sahənin birinci səviyyəsi qəbul etmə, ikinci səviyyəsi cavab vermə, üçüncü səviyyəsi dəyərləndirmə, dördüncü səviyyəsi təşkil etmə, beşinci mərhələsi isə deməli, xarakterizə etmə olacaq. Deməli, 5 mərhələdən ibarətdir. Bir daha təkrar edirik. Birinci mərhələ qəbul etmə, ikinci mərhələ cavab vermə, üçüncü mərhələ dəyərləndirmək, dördüncü mərhələ təşkil etmək, beşinci mərhələ xarakterizə etmə mərhələsi olmuş olacaq. Gəlin baxaq görək bunlara bir-bir nə deməkdir. Birinci qəbul etmə mərhələsidir ki, qəbul etmə mərhələsində burada şagird qeydlər götürür, qeydlər aparır, diqqətlə dinləyir, müəllimə fokuslanır və eyni zamanda informasiyanı qəbul edir. Burada fikir versiniz, şagirdin bir fəaliyyəti, bir reaksiyası yoxdur. Sadəcə qeydlər götürür. Müəllim danışır, bu dinləyir. Baxın, dinləməyin özü də qəbul etmədir. Qeydlər götürür, sonra diqqətlə qulaq asır, dinləyir, informasiyanı qəbul edir,
müəllimə fokuslanır. Bunların hamısı emosional sahənin, emosional taksonomiyanın hansı mərhələsidir, hansı səviyyəsidir? Qəbul etmə səviyyəsi adlanır. Nümunə. Müəllim danışır, şagirdlər qeyd aparır, diqqətlə müəllimi dinləyirlər. Hansı emosional sahənin hansı səviyyəsidir? Təbii ki, qəbul etmə səviyyəsi olmuş olacaq. İkinci, cavab vermə. Sual-cavabda iştirak etmək, reaksiya bildirmək, jest və mimikalardan istifadə edərək anladığını nümayiş etdirmə, nizam-intizam qaydalarına, sinif prosedur və qaydalarına əməl etmək cavab vermə mərhələsi sayılır. Deməli, əgər şagird sual-cavabda iştirak edirsə və yaxud da hər hansısa bir hərəkətlərlə, jestlərlə, mimikalarla anladığını nümayiş etdirirsə, reaksiya bildirirsə, reaksiya verirsə, eyni zamanda jest və mimikalardan istifadə edərək deməli, anladığını nümayiş elətdirir, nizam-intizam qaydalarına əməl etməyin özü də cavab vermə mərhələsidir. Sinif prosedurlarına, sinif qaydalarına əməl etməyin özü də cavab vermə mərhələsidir. Təbii ki, bu da emosional sahənin, yəni emosional taksonomiyanın cavab vermə səviyyəsi olmuş olacaq. Üçüncü mərhələ gəlir dəyərləndirmək. Yoldaşları ilə əməkdaşlıq etmək, birgə müzakirələrdə yoldaşlarına hörmətlə yanaşmaq, dəyər vermək və s. Burada yoldaşlarla əməkdaşlığı görürsünüzsə, yəni testdə yoldaşları ilə əməkdaşlığı, birgə müzakirələrdə yoldaşına hörmət nümayiş etdirirsə, yoldaşına dəyər verirsə, söylənən fikirlərə dəyərli şəkildə yanaşırsa, dəyər verirsə, bunu dəyərləndirmək mərhələsi götürmüş olacaqsınız. Sonra gəlir təşkil etmə. Təşkil etmə, öz öyrənməsini təmin etmə, öz strategiyasını müəyyənləşdirmə, özünü qiymətləndirmə, özünü güclü və zəif tərəfini müəyyənləşdirmək, özü üçün strategiyasını müəyyənləşdirmək, özü üçün lazım olanı müəyyənləşdirmək. Baxın, bu bir növ metakognitiv bilikdir. Bu emosional sahənin hansı səviyyəsi olacaq? Təşkil etmə səviyyəsi olmuş olacaq. Sonra gəlir xarakterizə etmə mərhələsi. Xarakterlə bağlı olan fərdi keyfiyyətləri ilə seçilmək deməkdir. Bu keyfiyyət mənfi də ola bilər, müsbət də ola bilər. Məsələn, Əli hər zaman dərsə hazırlıqlı gəlir, dərslərini yaxşı oxuyur. Əlinin qrupla işdə yaxşı liderlik bacarığı da var. Artıq biz Əliyə məxsus olan, Əliyə xas olan bir keyfiyyət görürük. Onun xarakterinə məxsus olan bir keyfiyyətlər görürük. Məsələn, Əlinin yaxşı liderlik bacarığı olduğunu görürük. Əlinin həmişə hazırlıqlı, məsuliyyətli şagird olduğunu görürük. Burada hansı mərhələdir? Bu mərhələ xarakterizə etmə mərhələsi adlanmış olur. Yəni, xarakterlə bağlı olan, fərdi keyfiyyətlərlə bağlı olan, harada bu situasiyanı gördünüz, bunu xarakterizə etmə mərhələsi götürmüş olacaqsınız. Bu keyfiyyətlər mənfi də ola bilər, müsbət də ola bilər. Sonra gəlir üçüncü bir mərhələmiz, yəni taksonomiyanın üçüncü növü, üçüncü bir mərhələsi psixomotor sahə, psixomotor taksonomiya və yaxud da psixomotor fəaliyyət də deyə bilərsiniz. Psixomotor sahə, yəni psixomotor taksonomiya hərəki fəaliyyətlərlə bağlıdır. Psixomotor sözünün mənası nədir? Hərəki qabiliyyətlər, hərəki bacarıqlar, düzdürmü? Psixomotor sahənin də, psixomotor idrak, daha doğrusu psixomotor taksonomiyanın da mənası hərəki fəaliyyətlər deməkdir. Hərəki fəaliyyətlərlə bağlıdır, yəni. Deməli, psixomotor sahənin səviyyələri hansılardır? Birinci səviyyə gəlir imitasiya, ikinci səviyyə gəlir manipulyasiya, üçüncü mərhələ dəqiqlik, dördüncü mərhələ artikulyasiya, beşinci mərhələ təbiiləşmə adlanır. Deməli, müəllimlər, birinci mərhələ, yəni psixomotor sahənin, psixomotor taksonomiyanın birinci mərhələsi imitasiyadır. İmitasiya nədir? Canlı olaraq baxıb icra edilən fəaliyyətdir. Canlı olaraq baxıram, icra edirəm. Məsələn, müəllim pianoda ifa edir. Şagirdlər də canlı və ya video izaha baxıb, müəllimi də, müəllimin fəaliyyətini də, nəyi necə etdiyini görür və onu təkrar edir. Təkrar edib öyrənirlər. Baxın, burada canlı müəllimi də görür. Müəllimin fəaliyyətini də görür. Bu zaman bu imitasiya səviyyəsi olmuş olacaq. Psixomotor sahənin imitasiya səviyyəsi olmuş olacaq.
Məsələn, mən dərs ərəfəsində rəngli kağızlardan bir nəsə hazırlayıram, şagirdlərin gözü qarşısında nəsə hazırlayıram, nümunə olaraq göstərirəm. Onu hazırlanma qaydasını, nə bilim, rəngli kağızları kəsirəm, yapışdırıram, nəsə düzəldirəm. Şagirdlər də mənə baxıb düzəldir. Mənim fəaliyyətimə məni də görür, mənim fəaliyyətimi də görür, mənə baxır, hazırlayır. Bu olacaq nə? İmitasiya mərhələsi. Və yaxud da rəqs dərslərində. Rəqs müəllimləri nə edir? Özləri birinci məşq edir, şagirdlərə öz fəaliyyətlərini nümayiş elətdirir, rəqsi necə etmək lazımdır, nəyi necə etmək lazımdır, əl-qol hərəkətlərini necə oynamaq lazımdır, onu göstərir. Şagird də ona baxıb öyrənir, təkrar edir, öyrənir. Düzdür, onun hərəkətlərini təkrar edir, rəqsi öyrənmiş olur. Müəllimi də görür, həmin müəllimin fəaliyyətini də görür, rəqsi də görür, hansı hərəkətlər lazım olduğunu da əyani olaraq görür. Bu hansı mərhələdir? İmitasiya mərhələsi adlanır. İkinci gəlir manipulyasiya. Burada bir fəaliyyət yoxdur. Burada sadəcə göstəriş var, təlimat var. Baxın müəllimlər, göstəriş, təlimat var. Burada məsəl üçün mən sinifdə şagirdlərə deyirəm ki, nəsə rəngli kağızlardan bir şey hazırlamaq üçün şagirdlərə deyirəm ki, uşaqlar qayçını götürün. Məsəl üçün sarı rəngdə olan kağızı üç bucaq formasında kəsin. Sonra onun hissələrini yapışdırın. Baxın, görürsünüz, mən deyirəm, şagirdlər də edir. Mənim özüm onu icra eləmirəm. Aydındırmı? Mənim özüm o fəaliyyəti icra etmirəm. Sadəcə mən deyirəm, şagirdlər də onu yerinə yetirir. Bu hansı mərhələdir? Manipulyasiya mərhələsi adlanır. Bu manipulyasiya səviyyəsidir. İndi nümunəyə baxırıq. Müəllim sadəcə kənarda dayanaraq şagirdlərə göstəriş, təlimat verərək nəyi necə etməli olduqlarını sözlərlə deyir. Şagirdlər də göstərişə əsasən pianoda ifa edirlər. Açar sözlər təlimat, yazılı və yaxud da şifahi şəkildə də ola bilər. Məsəl üçün, az öncə qeyd etdim, müəllim kənarda dayanır, pianoda ifa edən şagirdə göstəriş verir, nəyi necə etməli olduğunu başa salır. Məsəl üçün, deyək ki, notlarda köməklik göstərir, amma bu fəaliyyəti özü icra etmir. Sadəcə müəllim deyir, şagird də edir. Şagird göstərişə, təlimata əsasən yerinə yetirir bu fəaliyyəti. Bu olacaq nə? Manipulyasiya mərhələsi. Sonra gəlir dəqiqlik. Dəqiqlik nədir? Bu mərhələdə isə artıq şagird öz işini köməksiz vəziyyətdə, davamlı olaraq sınaqdan keçirə-keçirə, səhvlər edə-edə icra edib öyrənir. Deməli, müəllimlər, dəqiqlik mərhələsində şagird necə edir? Şagird özü işi köməksiz vəziyyətdə. Yəni, müəllim kənardan dayanıb buna müdaxilə etmir, nə də müəllim göstəriş vermir, təlimat vermir, nə də canlı şəkildə bir fəaliyyəti nümayiş elətdirmir. Ümumiyyətlə, müəllim heç nə demir. Şagirdin özü tək başına işi köməksiz vəziyyətdə, davamlı olaraq sınaqdan keçirə-keçirə, səhvlər edə-edə icra edib öyrənir. Bu olacaq dəqiqlik mərhələsi. Məsələn, şagird velosiped sürmək istəyir. Velosipedi yıxıla-yıxıla və yaxud da deyək ki, qorxa-qorxa yıxıla-yıxıla öyrənir. Fikir versiniz, ona kömək olmur, dəstək olmur. Özü yıxıla-yıxıla, sınaqdan keçirə-keçirə öyrənir. Səhvlər edə-edə, bəzən belə deyək də, yıxıla-yıxıla, səhvlər edə-edə, sınaqdan keçirə-keçirə velosiped sürməyi öyrənir. Bu hansı mərhələ? Deməli, bu şagird hansı mərhələdədir? Dəqiqlik mərhələsindədir. Sonra gəlir artikulyasiya. Artikulyasiya bu mərhələdə isə şagird pianoda sadəcə müəyyən bir əsəri və yaxud da musiqini ifa edir. Burada biz şagirdin öyrəndiyini görürük. Ancaq hələ şagird peşəkar səviyyədə deyil. Yəni, mükəmməl ifa, peşəkar səviyyədə deyil bu şagird. Sadəcə öyrəndiyini tətbiq edir. Köməksiz vəziyyətdə sadəcə öyrənib, indi pianoda ifa edir. Yəni, burada şagird səhv də etmir, kömək də lazım deyil, öyrənib, indi də tətbiq edir. Və yaxud da artikulyasiya deyəndə, məsəl üçün, bu səviyyədə bir neçə əşyadan ibarət olan, bir neçə elementlərdən ibarət olan nəsə bir əşya hazırlamaq, nə bilim, tort hazırlamaq, sığınacaq hazırlamaq, evcik hazırlamaq, nə bilim, deyək ki, quş yuvaları hazırlamaq.
Bunların hər biri artikulyasiya mərhələsinə aiddir. Burada sadəcə yəni hazırlayır, sadəcə işi yerinə yetirir. Belə deyək də, öyrəndiyini tətbiq edir sadəcə. Bu olacaq artikulyasiya mərhələsi. Sonra gəlir 5-ci təbiiləşmə. Adından göründüyü kimi bu mərhələdə şagird artıq peşəkar səviyyədədir. Yəni işi o qədər icra edib ki, işi o qədər peşəkar səviyyədə, mükəmməl şəkildə bilib ki, adi, yəni buna adi gəlir. Vərdiş halını alıb, təbiiləşib. Fəaliyyət vərdiş halını alaraq təbii şəkildə baş verir. Məsələn, şagird pianoda peşəkar səviyyədə musiqi ifa edir və yaxud da elə şagird var ki, elə insanlar var ki, monitora baxmadan, daha doğrusu klaviaturaya baxmadan monitorda yazır. Və yaxud da adi öz istifadə etdiyimiz telefonda. Mesajı 2 dəqiqə çəkmir, yazır, hazırlayır, göndərir. Və yaxud da deyək ki, tez posterlər hazırlayır, mükəmməl səviyyədə, peşəkar səviyyədə, sürətli şəkildə hazırlayıb göndərir. Artıq bu təbiiləşibdir, vərdiş halını alıbdır, mükəmməlləşib, peşəkarlaşıb bu iş üzrə. Məsələn, şagirdin klaviaturaya baxmadan monitorda yazı yazması. Artıq şagird o qədər vərdiş halını alıb ki, o qədər təbiiləşib, o qədər mükəmməl halını alıb ki, bu vərdişi, bu fəaliyyəti dönə-dönə təkrarlayıb, artıq mükəmməl bir səviyyədədir, sürətli şəkildə yazır. Deməli, bu şagird hansı səviyyədədir? Təbiiləşmə səviyyəsindədir. Sonra pianinoda peşəkar səviyyədə ifa etməsidir və yaxud da deyək ki, məsəl üçün deyək, bir paltar hazırlayır, o paltarı mükəmməl səviyyədə, belə deyək də, göz oxşayan şəkildə, çox belə mükəmməl səviyyədə hazırlayıb başa ərsəyə gətirir. Fikir versinizmi? Artıq burada bunun peşəkar olduğunu, yəni hər hansısa bir, məsəl üçün, dərzidən söhbət gedir də, paltarı hazırlayır. Artıq bu dərzinin peşəkar dərzi olduğunu sübut edir ki, göz oxşayan şəkildə, mükəmməl şəkildə, peşəkar səviyyədə, baxın, açar sözlər bunlardır. Artıq bu təbiiləşmə mərhələsindədir. Bu qədər müəllimlər, kanalı izləməyi unutmayın.